Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hər vaxtınız xeyirli olsun, dəyərli Vilayət TV izləyiciləri. Hər birinizi şəri suallara cavab verilişindən salamlayıram. Allah Teala Quran-ı Kərimdə Nəhl surəsinin 43-cü ayəsində buyurur ki: "Fəsəlu əhlə-zikri in kuntum la ta'lamun." Əgər bilmirsinizsə zikr əhlindən soruşun. Allah Teala bu ayədə bizə çatdırmaq istəyir ki, əgər hər hansı bir sahədə qarşınıza sual çıxarsa, o suala cavab tapmaq üçün həmin sahədə mütəxəssis olan şəxsdən soruşun və suala doğru düzgün cavab tapın. Və ya fiqhi sahədə də belədir. Biz də bu verilişdə siz dəyərli tamaşaçıların yazıb göndərdiyi şəri suallara cavab verilməsi üçün studiyamıza dəyərli qonaq dəvət etmişik ki, fiqhi sahədə mütəxəssisdir və ustadla bərabər sizin suallarınızı oxuyub cavablandıracaq və bu hissədə dəyərli qonağımızı sizlərə təqdim etmək istəyirəm. Studiyamızın qonağı Höccətül-İslam Ustad Zaman Zamanovdur. Salamlayıram Ustad, hər vaxtınız xeyirli olsun, xoş gəlmisiniz. Aleykümselam, Səməlim. Çox sağ olun, çox da təşəkkür edirəm. Mən də öz növbəmdə sizi və dəyərli izləyiciləri buradan salamlayıram. Çox sağ olun Ustad, minnətdarıq. İcazənizlə mən dəyərli tamaşaçılardan gələn sualları oxuyum. İzləyicilərimizdən yazırlar ki, təyəmmüm etdiyimiz zaman əllərimizi bir dəfə torpağa vurmalıyıq ya iki dəfə? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əvvəlcədən bu gözəl suala görə izləyicimizə təşəkkür edirəm. Demək olar ki, çox aktual suallardandır və çox soruşulan suallardandır və demək olar ki, hər kəsin dərdinə dəyəcək bir sualdır ki, inşallah çalışarıq ki, bu sual barəsində olan alimlərin rəylərini qeyd edeyim. Çünki burada müxtəlif görüşlər var alimlər arasında. İnşallah çalışaram ki, mən bir neçəsini qeyd edeyim. Baxın, təyəmmüm o zaman yerinə yetirilir ki, əvvəlcədən bunu qeyd eləmək istəyirəm bir müqəddimə kimi, bir başlanğıc olaraq. Biz hər zaman təyəmmüm eləyə bilmərik. Bizim təyəmmümümüz əsas bizə lazım olan mutal Allahın bizdən istədiyi əvvəl birinci hökm namaz qılmaqdan ötəri dəstəmaz su ilə dəstəmaz alıb namaz qılmağımızdır. Su tapmadığımız və bir neçə hal vardır ki, orada hətta su olduğu zaman bəzən biz sudan istifadə edə bilmirik. Məsələn, su azdır və yaxud da ki, fərz eləyək ki, suyun bizə zərəri var və müxtəlif digər yerlərdə biz sudan istifadə edə bilmədiyimiz təqdirdə ya su yoxdur, ya var, bizə zərəri var. Ki, biz bu halda namaz qılmaqdan ötəri və digər əməllər ki, orada təharət şərtdir, onları yerinə yetirməkdən ötəri təyəmmüm etməliyik. Baxın, təyəmmümün də özünə görə müəyyən şərtləri vardır və o şərtlərə düzgün bir şəkildə riayət olunmalıdır və eyni zamanda bu şərtlər də alimlər arasında müxtəlifdirlər. Bəzi alimlərin nəzərinə görə ki, bu sualda da qeyd olunub, əllərimizi torpağa və o şeylər ki, ona təyəmmüm etmək icazəlidir, bir dəfə vurmalıyıq ya iki dəfə. Baxın, əvvəlcədən də qeyd elədiyimiz kimi, bu barədə alimlər arasında müxtəlif görüşlər var. Bəzi alimlərin nəzərinə görə bir dəfə əllərimizi torpağa vurmağımız kifayətdir. Məsələn, Sistani ağanın nəzərinə görə təyəmmüm etdiyimiz zaman ki, niyyət etdikdən sonra ki, bunları da qeyd edeyim, əlimizdə heç bir maniyə olmadığı halda, məsələn, üzükləri çıxarmaq lazımdır, qolbaq varsa qolbağı çıxarmaq lazımdır, saat varsa saatı çıxarmaq lazımdır. Xanımların, məsələn, bəzən görürsünüz, dırnaqlarında dırnaq boyası olur, əgər bu varsa bunları bərtərəf eləmək lazımdır ki, bunlar maniyə sayılırlar və digər maniyələr. Fərz eləyək ki, məsələn, rəngsazdır və yaxud da ki, başqa bir işlə məşğuldur ki, əlində hər hansı bir maniyə var. Məsələn, yapışqan kimi və yaxud da ki, rəng kimi, bunlar hamısı bərtərəf aradan qaldırıldıqdan sonra təyəmmüm edilir. Bir dəfə Asistanın nəzərinə görə əllər torpağa, məsələn, misal olaraq vurduqdan sonra saçın bu bitdiyi əvvəl başlanğıcı hissəsindən, alnın ki, saç başlayan hissəsindən ta aşağıya qədər, məsələn, qaşların aşağısından burnun yuxarı hissəsinə qədər iki əllə çəkilir. Alın və alnın iki tərəfi tam çəkilir aşağı bir dəfə. Sonra sol əlin içi sağ əlin biləngindən çəkilir sağ əlin üzərinə və sağ əldə
içi sol əlin biləngindən ta barmaqların ucuna qədər çəkilir. Ki bu bir dəfə vurmaq kifayət edir. Bir dəfə vurmaq vacibdir və kifayətdir. Amma Xameneyi ağanın nəzərinə görə isə bir dəfə vurduqdan sonra əlimizi niyyət etdikdən sonra, bir dəfə əlimizi torpağa vurduqdan sonra həmin bu iki əlimizi saçımızın həmin bu əvvəlindən ta burnumuzun üst hissəsinə, qaşlarımızın aşağısı və burnumuzun üst hissəsinə qədər çəkirik və sonra sol əlimizi sağ əlimizin üzərinə və sağ əlimizi də bilənkdən sol əlimizin üzərinə çəkdikdən sonra ehtiyat-ı vacibə əsasən, burada fərq var. Ehtiyat-ı vacibə əsasən əllərimizi bir dəfə də torpağa çəkirik. Sonra təkcə sol əlimizi də, alnımız lazım deyil. Sol əlimizi sağ əlimizin üzərinə çəkirik, sağ əlimizi də sol əlimizin üzərinə çəkirik, tamam. Yəni burada fərq nə oldu? Ağa Sistani buyurdu ki, bir dəfə kifayət edir həm alnına, həm iki əlin üzərinə. Amma Ağa Xameneyi buyurdu ki, bir dəfə əlivi torpağa vurduqdan sonra alnına iki əlivə çəkirsən, sonra ehtiyat vacibə əsasən bir dəfə də əlivi torpağa vurursan, sonra alnına yox, təkcə sol əlivi sağ əlivin üzərinə, sağ əlivi də sol əlivin üzərinə çəkirsən. Bu da təyəmmümün qaydasıdır. Çox sağ olun Ustad, minnətdarıq. Növbəti sualı oxumaq istərdim. Növbəti sual belədir ki, xanımlar heyvan başı kəsə bilərlərmi? Baxın, Hüseyn müəllim, fərqi yoxdur burada. İstər xanım olsun, istər kişi olsun, istər həddi buluğa çatmış və yaxud da həddi buluğa çatmamış uşaq ki, düzgün bir şəkildə şəriətin buyurduğu, mutal Allahın bizdən istədiyi kimi və zibhin, yəni kəsimin hökmlərini, qaydalarını düzgün bir şəkildə tətbiq edə biləcək hər bir şəxs, təbii ki, müsəlman olduğu təqdirdə, hər bir şəxs zibh eləyə bilər. Burada fərq yoxdur. İstər kişi olsun, istər xanım olsun, istər hətta həddi buluğa çatmayan uşaq olsun. Əgər düzgün bir şəkildə kəsimin hökmlərini mutal Allah istəyən kimi yerinə yetirə bilirsə, heyvan başını kəsə bilər, icazəlidir. Minnətlər Ustad, sizə və dəyərli izləyicimizə. Növbəti sual oxuyum. Növbəti sual belədir ki, gecə yarısı necə hesablanır? Yəni bəzən telefonlarda görürsünüz ki, bəzi proqramlar var. Orada məsələn gecə yarısını qoyurlar, məsələn 00:30. Buna uyğun hesablaya bilərlər, yoxsa xüsusi qaydası var? Baxın Hüseyn müəllim, gözəl sualdır və çox vaxt da bizə lazım olur. Gecə yarısı üçün məğrib və işə namazlarının, daha doğrusu deyək, işə namazının son vaxtını təyin olunması üçün bəzi alimlərin nəzərinə görə gecə yarısından sonra işə namazı və məğrib namazı qəzaya gedir. Üzürlü, üzürsüz var ki, inşallah gələcək dərslərdə, gələcək verilişlərdə inşallah biz buna işarə edəcəyik. Və eyni zamanda gecə namazının vaxtı bildiyiniz kimi gecə yarısından sonra başlayır. Bu çox yerlərdə bizim dərdimizə dəyir və çox gözəl bir sualdır. Baxın, gecə namazı siz də buyurduğunuz kimi telefonlarda qeyd olunub və eyni zamanda namaz vaxtları qeyd olunan təqvimlərdə də demək olar ki, qeyd olunur və biz özümüz də hesablaya bilərik gecə yarısını və hesablama qaydası bu şəkildədir. Məsələn, misal olaraq bizim günün batması fərz eləyək 18, axşam tərəfi, axşamüstü 18:00-dırsa və fəcr-ü sadiq, yəni həmin o fəcri ki, bizim bir fəcr kazibimiz var, yalancı fəcr, bir də fəcr sadiq, yəni düzgün fəcrimiz vardır ki, həmin başqa bir təbirlə desək, sübh namazının vaxtı, sübh azanının vaxtı, həmin o fəcr sadiqdəndir. Əgər fərz eləyək ki, günəşin batması 18:00 və fəcr sadiqin, sübh namazının vaxtı saat 05-dirsə, bunların arasında olan məsafəni biz əvvəlcədən hesablayırıq. Məsələn, saat 6-dır. 6, 7, 8, 9, 10, 11, 12, 1, 2, 3, 4, 5 elədi 11 saat. 11 saat ki, bu arada olan məsafəni bölürük 2 qismə. Eləyir 5 saat yarım. Bu 5 saat yarımı götürürük. Günəşin batması ki vardı, biz əvvəlcədən dedik 18:00, 6. Həmin o 5 saat yarımı gəlirik onun üzərinə. Nə qədər eləyir? 6, 7, 8, 9, 10, 11, 30. Yəni 23, 30 bizim gecə yarımız olur. Yəni bu şəkildə də biz eləyə bilərik, hesablayaq. Həmin bu gecə yarısı bayaqlarda qeyd elədiyimiz kimi bizim çox yerlərdə dərdimizə dəyir. Gecə namazının vaxtı üçün ondan başlayır və eyni zamanda məğrib və işə namazlarında son vaxtı həmin bu gecə yarısına qədərdir və bu şəkildə də hesablanır. Minnətlər Ustad, çox sağ olun.
Növbəti sualı oxuyum. Sual olunur ki, Quran oxuduğumuz zaman hicab bağlamağımız lazımdırmı? Baxın, xeyr, biz Quran oxuduğumuz zaman, düzdür, Quran bizim müqəddəs kitabımızdır və mütəal Allahın kəlamıdır. Biz demək olar ki, ona dəstəmazsız toxuna bilmərik, qüsul olduğumuz halda toxuna bilmərik. Xəttinə müqəddəs bir kitabdır, haramdır dəstəmazsız və qüsullu halda Quranın xəttinə toxunmaq, amma hicabla oxumaq vacib deyil. Yəni, çox vaxt xanımlar, demək olar ki, çox vaxt xanımlar bu sualı soruşur və hicabla oxumaq olar ya? Xeyr, hicabla Quran oxumağımız lazım deyil. İstər telefondan oxuyaq, istərsə də ki, Quranın özünü, kitabın özünü məsələn götürüb oxuyaq. Hər bir halda hicablı olmağımız lazım deyildir. Bizə lazım olan Quran oxuduğumuz zaman riayət etmək lazım olan hökm dəstəmazsız Quranın xəttinə toxunmamamızdır ki, dəstəmazsız və qüsullu olduğumuz zaman Quranın xəttinə toxunmaq icazəlidir. Düzdür, dəstəmazsız biz eləyə bilərik Quran oxuyaq. Amma o xəttə Amma yazılarına toxunmağımız. həmin o xəttinə, Quranın xəttinə toxunmağımız icazəli deyildir. Sualın cavabı bu şəkildə oldu ki, biz hicabsız Quran oxuya bilərik. Yəni bu o Quran oxuyan zaman hicab taxmaq bir ehtiram əlaməti olaraq ola bilsin. Bəziləri bağlayırlar ki, məsələn, Allahın müqəddəs kitabıdır, ehtiram olaraq. Ehtiram əlaməti olaraq eləmək olar. Bunun heç bir eybi yoxdur. Rəcaən məsələn, mütəal Allah bəlkə də savab versin bizə. Bunların bəlkə də heç bir, mən demirəm bu cürədir. Bəlkə də heç bir eybi yoxdur, amma hər bir halı ilə Quran kitabını, Quran-ı Kərimi oxuduğumuz zaman hicablı olmağımız lazımdır, hökm budur. Minnətlər ustad. Növbəti sualı oxuyum. Bu sualı oxumazdan əvvəl bunu deyim ki, bu sualı göndərən tamaşaçımız sualdan məlum olur ki, öz məsələlərini axtarıb araşdıran bir belə deyək izləyicidir. Sual edir ki, istifadə etdiyimiz və sonradan ehtiyacsız olduğumuz paltarların xumusunu vermək lazımdır. Lazımdırmı? Bəli, baxın Hüseyn müəllim. Sualı belə başa düşdüm ki, bir nəfər paltar alıb, istifadə edib və sonradan həmin o paltardan ehtiyacsız olub. Yəni artıq istifadə etmir. Yəni artıq istifadə etmir, ehtiyacı yoxdur buna. Hala bunun xumusunu vermək lazımdır ya yox. Baxın, burada alimlər arasında müxtəlif görüşlər var və eyni zamanda bu məsələnin hökmü də öz yerinə görə fərqlidir. Məsələn, fərz eləyək ki, bir nəfər özünə paltar alır, fərq eləməz, paltar hər hansı bir əşya ki, ehtiyacı var ona. Məsələn, bu maşın da ola bilər, soyuducu da ola bilər, telefon da ola bilər, eynək də ola bilər, hər bir şey. Və alıb istifadə edir, üzərindən bir neçə il keçir. Məsələn, mən aldım, 2020-ci ildə özümə libas aldım, paltar aldım. 2020-də istifadə elədim, 2021-də də istifadə elədim, 2022-də də istifadə elədim. Bir neçə il istifadə elədim. Üzərindən bir neçə il xumus ili keçdi ki, üçün mənim ehtiyacım idi, bunun xumusunu vermədim. Çünki ehtiyacı olan bir şeyin xumusu yoxdur. Və sonradan bundan ehtiyacsız oldum. İstifadə etmirəm, ehtiyacım yoxdur buna. Bu cür olduğu təqdirdə bunun xumusu yoxdur. Çünki mən bunun bir neçə il istifadə eləmişəm. Amma bir dəfə də var ki, yox. Mən aldığım il xumus ili gəlib çatmamış, ehtiyacım var, istifadə eləmişəm. Amma aldığım il xumus ili gəlib çatmamış, mənim bundan ehtiyacsız oldum. Məsələn, misal olaraq 2023-də özümə bir paltar aldım. 2 ay, 3 ay istifadə elədim, ehtiyacım idi. Xumus ilim gəlib çatmamış, artıq bu paltardan ehtiyacsız oldum. Bu cür olduğu təqdirdə Sistani ağa ilə Xamneyi ağanın nəzərinə görə ehtiyat vacibən bu paltarın xumusunu verməlidir. Çünki həmin ili, yəni xumus ili gəlib çatmamış, bundan ehtiyatsız olmusan. Bu cür olduğu təqdirdə Xamneyi ağa ilə Sistani ağanın nəzərinə görə həmin bu paltarın fərq eləməz paltar olsun, bayaqlarda misal vurdum, telefon olsun, soyuducu olsun, hər hansı bir əşya olsun, əgər həmin bir il xumus ili gəlib çatmamış ehtiyatsız olsa, bu ağaların nəzərinə görə ehtiyatı vacibən xumusu veriləcək. Amma Məkarim Şirazi ağanın nəzərinə görə bu əşyanın xumusunu vermək bu halda da belə lazım deyil. Çox sağ olun ustad, minnətdarıq. İcazənizlə növbəti sualı mən oxuyum. Digər bir izləyicimiz yazır ki, şahmat oynamaq icazəlidirmi? Baxın, şahmat oynamaq bunun hökmü də alimlər arasında müxtəlifdir Hüseyn müəllim. Bəzi alimlərin nəzərinə görə haramdır.
mütləq bir şəkildə fətva veriblər. Məsələn, Ağasistani buyurur ki, şahmat oynamaq haramdır, icazəli deyildir. İstər puldan olsun, istər pulsuz olsun. Amma bəzi ağaların nəzərinə görə isə, məsələn, ağa Xamenei ağa ilə Məhkarim Şirazi ağanın nəzərinə görə, əgər bunlar ürfdə qumar aləti sayılsalar, qumar aləti sayıldıqları təqdirdə şahmat oynamaq icazəli deyildir, haramdır. Amma yox, əgər ürfdə qumar aləti sayılmırsa və yaxud da ki, qumar aləti əvvəlcədən qumar aləti indi mövzusu dəyişilib, indi qumar aləti sayılmır. Bu cür olduğu təqdirdə ağa Xamenei ilə ağa Məhkarim Şirazi ağanın nəzərinə görə, əgər qumar aləti sayılmasa, bunlardan istifadə eləmək, yəni şahmatdan istifadə eləmək, şahmat oynamağın heç bir eybi yoxdur, icazəlidir. Minnəttar ustad. Növbəti sual belədir ki, bu bir aktual belə deyək mövzulardan da aktual, yəni yazırlar ki, Qurban Bayramında kəsəcəyimiz heyvanın neçə yaşı olmalıdır? Yəni ən çox soruşulan suallardandır. Demək olar ki, yaxınlaşır. Qurban Bayramı da yaxınlaşır. Demək olar ki, çox soruşulan suallardan biridir. Baxın Hüseyn müəllim, biz bir dəfə bu Qurban Bayramı ərəfəsi mövsümündə bəziləri bildiyiniz kimi Kəbə evini ziyarətə gedirlər. Orada qurban kəsirlər. Bu əməlləri yerinə yetirdikdən sonra bildiyiniz kimi həccin əməllərindən biri də qurban kəsməkdir. Bir dəfə bu qurbanların orada kəsirlər, bir dəfə də xeyr. Həmin o mövsümdə, həmin o qurban bayramı günü və yaxud da ki günləri Məkkə evində, məsələn Kəbə evində deyil, ayrı bir məntəqədə, məsələn Azərbaycanda və yaxud da ki ayrı bir məsələn şəhərdə qurban kəsir. Baxın və bunların da hökmləri fərqlidir və eyni zamanda alimlər arasında da müxtəlif görüşlər var. Əgər bildiyiniz kimi biz bu qurbanın özünə gəldikdə 3 növ qurban kəsilir. Ya dəvə kəsilir, ya inək kəsilir, ya da qoyun kəsilir. Və bəzi heyvanlar da bunların ünvanlarının altına daxil. Məsələn, camış daxil olur, məsələn, bunların bu ünvanı, məsələn, inəyin ünvanının altına, keçi daxil olur, məsələn, qoyunun məsələn, ünvanının altına. Amma yaşlarına görə isə fərqlidir. Əgər bir nəfər Qurban Bayramı mövsümündə həcdədirsə və bu əməli həccin əməllərindən biri olaraq yerinə yetirirsə, orada qurban üçün, orada kəsilən qurbanın xüsusi şərtləri vardır. Məsələn, salim olmalıdır, hər hansı bir eybi olmamalıdır və eyni zamanda yaş həddidə ki, orada riayət olunmalıdır. Məsələn, dəvədirsə 5 yaş olmalıdır, əgər inəkdirsə 2 yaşı tamam olmalıdır, eyni zamanda keçidirsə 2 yaşı tamam olmalıdır, qoyundursa 7 ayını tamamlamalıdır. Əgər həcdə kəsiləcəksə bu heyvanlar. Yox, əgər həcdə kəsilməyəcəksə, həcdən qıraqda bir yerdə biz istəyirik həmin qurban günü heyvanımızı kəsək, burada alimlər aya bu yaşa və yerdə qalan şərtlərə riayət eləməyimiz lazımdır, yox. Alimlər arasında müxtəlif görüşlər var. Məsələn, ağa Xamenei ağanın nəzərinə görə xeyr, lazım deyil. Həmin o şərtlər ki var, biz həcc mövsümündə bu qurbanı kəsirik, ona riayət eləməliyik. Burada müstəhəbbidir onlara riayət eləmək, vacib deyil. İstər yaş olsun, istər yerdə qalan şərtlər olsun. Amma bəzi ağaların nəzərinə görə, yerdə qalan şərtlərə, məsələn, Sistan ağanın nəzərinə görə, yerdə qalan şərtlərə riayət eləmək lazım deyil. Amma ehtiyat vacibən yaşa riayət eləmək lazımdır. Yaş yerində olmalıdır. Məsələn, əgər biz həcdə yox, məsələn, gəlib ayrı bir məntəqədə heyvanı kəsiriksə, həmin bu heyvan, kəsəcəyimiz heyvan dəvədirsə, gərək 5 yaşını tamamlasın. Əgər inəkdirsə və yaxud da ki, keçidirsə, gərək 2 yaşını tamamlasın. Yox, əgər qoyundursa, gərək 7 ayın tamamlasın. Diqqət edirsiniz, ehtiyatı vacibi əsasən. Amma bayaqlarda qeyd elədiyim kimi, Xamenei ağanın nəzərinə görə və bəzi digər ağaların nəzərinə görə bu şərtləri ayrı bir məntəqədə kəsdiyimiz zaman riayət eləməyimiz lazım deyil. Ustad, növbəti sualımız belədir ki, izləyicilərimiz yazırlar ki, xiftə namazını qıldığım halda şək etdim. 4-cü rəkətdəyim ya 5-ci. Bu halda nə etməliyəm? Baxın, Hüseyn müəllim, əvvəlcədən bunu nəzərinizə çatdırım ki, namazın rükətlərində xüsusən şək elədiyimiz zaman bir anlıq da olsa biz təəmmül eləməliyik, bir anlıq da olsa fikirləşməliyik ki, o neçənci rükətdə ola bilərəm. Bizim bir qaydamız var ki, hüccət-i zənn fi salat, zənnin namazda hüccət olması.
Əgər biz məsələn bu suala uyğun cavab verirəm. 4 və 5-ci rükətlər arasında şəkk elədim. Biraz düşündükdən sonra, bir an belə fikirləşdikdən sonra mənim zənnim məni apardı 4-cü rükətə tərəf. Diqqət edirsiniz. 4-cü rükətə tərəf aparsa, zənnim tamam, mən həmin bu 4-cü rükəti götürəcəm və namazımı davam etdirəcəm. Namazım da düzdür. Bir dəfə də vardır ki, xeyr, bu bir anlıq düşündükdən sonra bunun zənni heç bir tərəfə yönəlmir. 50-50-yə qalır. 4 ilə 5 rükət arasında qaldım. Heç bir tərəfə də zənnim yönəlmədi. Bu cür olduğu təqdirdə bunun hökmü fərqlidir və alimlərin də müxtəlif görüşləri var burada. Baxın, Sistani ağanın nəzərinə görə, əgər 4 və 5 rükət arasında mən şəkk eləsəm və ikinci səcdəyə getdikdən sonra bu şəkkim olsa, mən bənanı qoyacam 4-ə, namazımı tamamlayacam və namazı tamamladıqdan sonra 2 dənə səcdə-i səhv yerinə yetirəcəm. Bu, əgər ikinci səcdəyə getdikdən sonra olsa. Yox, əgər ayaq üstə olduqda şəkk eləsəm ki, mən 4-cü rükətdəyəm ya 5-ci rükətdəyəm və zənnim məni heç tərəfə aparmasa 50-50-yə qalsam, burada oturacam, təşəhhüdü deyəcəm, salamı deyəcəm və salamı dedikdən sonra ya 1 rükət ayaq üstə ehtiyat namazı qılacam, ya da 2 rükət oturaq halda ehtiyat namazı qılacam. Bu, Ağa Sistaninin nəzəridir. Amma Ağa Xamneyinin nəzərinə görə isə, ikinci səcdədən alnı qaldırdıqdan sonra, Ağa Sistani buyurur ki, ikinci səcdəyə getdikdən sonra, Ağa Xamney buyurur ki, ikinci səcdədən alnı qaldırdıqdan sonra şəkk eləsən ki, 4-cü rükətdəsən ya 5-ci rükətdə və zənnin səni heç bir tərəfə aparması, 50-50-yə qalsan, bu cür olduğu təqdirdə bənanı qoyacaqsan 4-cü rükəti, namazı tamamlayacaqsan, namazı tamamladıqdan sonra 2 dənə səcdə-i səhv yerinə yetirəcəksən. Yox, əgər ayaq üstə olduğun təqdirdə, ayaq üstə məsələn şəkk elədin ki, mən 4-cü rükətdəyəm ya 5-ci rükətdəyəm, bu halda yenə də zənnin səni heç bir tərəfə aparmasa, 50-50-yə qalsan, burada bənanı qoyacaqsan 4-ə, təşəhhüdü deyəcəksən, salamı deyəcəksən və 1 rükət ya ayaq üstə ehtiyat namazı qılacaqsan, ya da 2 rükət oturaq halda ehtiyat namazı qılacaqsan və namazında düz sayılacaq. Çox sağ olun, Ustad. Minnətdarıq. Növbəti sualı oxuyum. Sual olunur ki, hansı balıqları yemək olar? Bildiyimiz kimi balıqlar əgər pulcuqlu olarsa, bu balıqları yemək olar. Və belə bir təqdirdə mən bu sualdan belə başa düşdüm ki, bu pulcuqlu balıqların da yeyilib yeyilməməsi olanlar var, yoxsa yəni bu belə deyək, pulcuqlu olan balıqların da haram olanı var, yoxsa yox? Baxın, Hüseyin müəllim, çox gözəl bir sualdır. Demək olar ki, çoxları bu hökmdən, çoxları da demək, bəziləri bu hökmdən agah deyirlər. Elə bilirlər ki, elə bütün növ balıqları yemək icazəlidir. Xeyr, bu şəkildə deyil. Balığın yeyilməsinin, təzkiyəsinin 2 dənə şərti var. Yəni, halal olmasının 2 şərti var. Birinci şərti bundan ibarətdir ki, pulcuqlu olmalıdır. İlk növbədə, ilk şərti bundan ibarətdir ki, pulcuqlu olmalıdır. Hətta qayalara, daşlara özünü sürtməklə, bəzi balıqlar var ki, qayalara sürtməklə öz pulcuqlarını tökür. Bunun eybi yoxdur. Əsas budur ki, bunun əsli pulcuqludur. Hətta qayalara, daşlara özünü sürtməklə pulcuqlarını töksə belə həmin balıqları yemək icazəlidir. Yəni, bizim ilk şərtimiz, birinci şərtimiz bundan ibarətdir ki, həmin o yeyəcəyimiz balıq, həmin o balığın halal olmasının ilk şərti bu balığın pulcuqlu olmasıdır. Yəni, üzərindəki həmin o pulcuqların olmasıdır. Yəni, pulcuqlu olmasa həmin balıqları yemək icazəli deyildir. Yəni, birinci şərtimiz bu. İkinci şərtimiz də bundan ibarətdir ki, balığı tutduqdan sonra sudan qıraqda canı çıxmalıdır. Bu da ikinci şərtdir. Suda ölməməlidir. Ya, əgər suda ölərsə, balıqçının torunda ölməlidir. Yəni, əsas şərt, əsas budur ki, ikinci şərtimizin əsas yönələcəyimiz, diqqət edəcəyimiz nöqtə bundan ibarətdir ki, biz balığı dənizdən və yaxud da ki, göldən və yaxud da ki, çaydan çıxardıqdan sonra bayırda bunun canı çıxmalıdır. Əsas budur. Əgər yox, məsələn, bir nəfər balıqçıdır, toru atıb orada dənizə və yaxud da ki, çaya, orada da torun içində ölsə, onun da eybi yoxdur. Onun da eybi yoxdur, o balıqları da yemək icazəlidir. Demək, bizim bir balığın yeyə biləcəyimiz üçün həmin o balıqda 2 dənə şərt cəm olmalıdır. Bir, pulcuğu olmalıdır. İkinci şərt bundan ibarətdir ki, biz balığı sudan çıxardıqdan sonra bayırda canı çıxmalıdır. Ya da ki, suda balıqçının torunda ölməlidir. Bu şəkildə.
Minnətlər ustad. Çox sağ olun. Növbəti sualı oxuyum. Buyur. Sual olunur ki, cəmaət namazının birinci və ikinci rəkətində Fatihə və surə oxumaq lazımdırmı? Baxın, Hüseyn müəllim, bizim furadi tək yəni qılacağımız namazla cəmaatla qılınan namazın arasında bir neçə fərqlər var ki, ona riayət etmək lazımdır. Və buna görə də bu namaz adlandırır. Tək namaz, yəni furada namazı, o cəmaat namazı adlanır. Ki, cəmaat namazında savabı çoxdur, çoxluca tövsiyə olunur. O fərqlərdən biri də bundan ibarətdir ki, biz namaz tək furadi şəkildə, fərdi bir şəkildə, ayrı bir təbirlə desək, qıldığımız halda Fatihə surəsindən İxlas surəsini və yaxud da ki, ayrı bir surə oxuyuruq namazda, namazın birinci, ikinci rükətində. Amma cəmaat namazında isə biz birinci və ikinci rükətdə heç bir şey oxumuruq. Təkcə müstəhəb edir ki, eləyə bilərsə zikirlər desin. Subhanallah, subhanallah və yaxud da ki, əlhəmdülillah, əlhəmdülillah və yaxud da ki, ayrı zikirləri deməsinin heç bir eybi yoxdur, müstəhəb edir. Amma birinci və ikinci rükətində imam Fatihə surəsini deyəcək və yaxud da ki, Fatihə surəsindən sonra hər hansı bir surə oxuyacaqsa, məmunlar, yəni arxada duranlar, ona iqtida edənlər isə bu surələrin heç birisini deməməlidir. Təkcə deyəcəkləri birinci və ikinci rükətdə, məsələn, qunutdur, qunutun zikridir, rukunun zikridir, səcdələrin zikridir, təşəhhüddür və əgər salam varsa iki rükətdəsə və salam bu şəkildə. Amma üçüncü və dördüncü rükətə gəldikdəsə və üçüncü və dördüncü rükətdə eləyə bilər təsbihat-ı ərbəni desin, eləyə bilər həmin bu təkcə Fatihə surəsini desin, bunlar deməlidir. Amma birinci və ikinci rükətdə heç bir şey, yəni Fatihə və İxlas surəsini və yaxud da ayrı bir surə deməsi lazım deyildir. Çox sağ olun ustad, minnətdarıq. Növbəti izləyicimiz yazır ki, dovşan əti halaldırmı? Xeyr, dovşan əti icazəli deyil. Bəzi heyvanlar vardır ki, məsələn, onların əti yeyilmir. Düzdür, pakdırlar bu heyvanlar. Evet. Amma əti yeyilməyən heyvanlardır. Məsələn, dovşandır və ayrı bizim heyvanlar ki, məsələn, əti yeyilmir, onlar kimi. Amma təmizdir, pakdır, yəni əlimizi vursaq. Hətta, belə deyək, İslami qanunla kəsilsə belə... Hətta İslami qanunla da belə kəsilsə, pak olacaq, pak olmağına. Onlar olmayacaq, amma ətin yeyilməsi icazəli deyildir. Çox sağ olun ustad. Növbəti izləyicimiz yazır ki, kreditlə maşın almaq icazəlidirmi? Baxın, Hüseyn müəllim, demək olar ki, çox soruşulacaq, bəli, mövzulardan biridir. Kreditlə maşın almaq olar, kreditlə məsələn ev əşyaları, soyuducu kimi, paltar yuyan kimi, qab yuyan kimi, televizor kimi, kondisioner kimi, başqa əşyalar almaq, telefon kimi almaq icazəlidir ya yox, çox soruşulur. Baxın, mən ümumi cavab verəcəm bu məsələyə. Bir dəfə biz bu əşyaları, maşını, ev əşyalarını birbaşa gedib bir şəxsdən alırıq. Həmin maşın həmin o şəxsindir, özü satır, nəqd bir qiymətə satır, neçə bir qiymətə satır. Və yaxud da ki, dükandır, dükan bu şəxsin özünün malları var, soyuducusu, məsələn, paltar yuyanı, qab yuyanı, telefonu və ayrı əşyaları. Nəqd bir qiymətə satır üçün həmin dəqiqə alır pulunu. Neçə isə ayrı bir qiymətə satır. Nəqd satır 1000 manata, neçə satır 1200-ə. Maşınımı nəqd satıram 10 minə, neçə satıram 11 minə, 12 minə, diqqət edilir. Bu, bunun ixtiyarıdır, həmin o əşyanın sahibidir. Eləyə bilər nəqd öz əşyasını bir qiymətə satsın, neçə də bir qiymətə satsın. Və müştəri də bunu almaqda azaddır. Eləyə bilər nəqd bir qiymətə alsın, neçə də bu şəxs məsələn baha qiymətə satır, neçə də bir qiymətə alıram. Bunun heç bir eybi yoxdur. Onlar icazəlidir. Əgər bir şəxsdən götürürəmsə, xüsusi həmin o sahibindən götürürəmsə, bunun hökm məlumdur. Eləyə bilər baha qiyməti də olsa belə alsın. Amma bəzən görürsünüz ki, bu işlər bu şəkildə olmur. Məsələn, həmin o mağazanın sahibi və yaxud da ki, maşını satan o şəxs, maşının sahibi özü pulu məsələn üçün özü üçün istəmir. Səni aparır, müştərini aparır banka. Bankda məsələn fərz elə ki, kredit götürür. Məsələn 10 mindirsə 10 min götürür, bank verir bu maşın sahibinə. Amma sən banka 13 min ödəliyirsən və yaxud da ki 11 min ödəliyirsən. Artıq sən bankdan kredit götürdün. Bunun hökmü qayıdır ki, bankdan kredit götürmək olar ya olmaz. Çünki sən artıq maşın sahibinə, mağaza sahibinə borclu deyilsən. Bu şəxs öz pulunu aldı bankdan, durdu qırağa.
Sən artıq bankdan kredit götürmüş olursan. Hala bunun hökmü olur, bankdan kredit götürməyə icazəlidir ya. Burada da alimlər arasında müxtəlif görüşlər var. Məsələn, İslam ağanın nəzərinə görə bankları bölmək olar 3 qismə. Dövlət bankı, yəni səhmiyyənin hamısı dövlətə məxsusdur. Dövlət bankı dedikdə. Müştərək banklar, yəni səhmiyyənin bir hissəsi dövlətindir, bir hissəsi bir şəxsindir. Buna deyirlər müştərəkdir bu bank. Bir də var şəxsi banklar, yəni burada olan pulun hamısı bir şəxsindir. Bir şəxsdir, məsələn, pullu bir şəxsdir, özünə bir bank açıb və bunun burada bankda olan pulların hamısı bu şəxsindir. Ağa Sistani buyurur ki, dövlət bankından və müştərək bankdan, hətta ixtiyari halda belə kredit götürməyin heç bir eybi yoxdur. Məchulul malik, yəni sahibi bilinməyən pul ünvanı ilə götürməyin heç bir eybi yoxdur, onlar icazəlidir. Hətta ixtiyari halda zərurətin də yoxdur, olar. Amma şəxsi banklar, üçüncü növ banklar ki vardır, şəxsi banklardan, onlardan kredit götürməyə icazə vermir. Amma Xamneyi ağanın nəzərinə gəldikdə isə, Xamneyi buyurur ki, zərurət halında, zərurət də hər, məsələn, yüngül bir şeyə, məsələn, bir zərurət, o halda ki, məsələn, yüksək bir dərəcədə ehtiyacı var. Məsələn, misal olaraq qeyd edirəm, durdu səhər gördü ki, məsələn, kör bağırsağı misal olaraq partlayıb, əməliyyat olunmalıdır. Əməliyyat olunmasa həyatı təhlükəsi var. Heç bir yerdən pul tapa bilmədi, borc pulu ala bilmədi. Məsələn, gedib hər hansı bir dəyərli əşyasını da satıb, fürsət eləyib, satıb, məsələn, əməliyyat eləmək. Məcbur oldu, gedib kredit götürsün, bu da faizləndir. Diqqət edirsiniz. Bu cür olduğu təqdir zərurət halında ağa buyurur ki, icazəlidir. O da bu şərtlə ki, sənə lazım olan miqdarı götür. Məsələn, sənə 1000 manata sənin əməliyyatın, ehtiyacın aradan qalxacaqsa 1000 götür. 1100 götürməyə ixtiyarın yoxdur. Bir neçə şərtlə. Birincisi zərurət, ikincisi sənə lazım olan miqdarı götür, artıq götürə bilməzsən. Üçüncüsü də bu şərtlə götür ki, mən 1000 manat götürürəm, 1000 manat ödələyəcəm. Artığını məsələn ödələməyəcəm. Artığını o zaman ödələyəcəm ki, gəlib məni incidəcəklər, zaminimi incidəcəklər və bu şəkildə 3 dənə şərtlə ağa buyurur ki, icazəlidir. Amma ixtiyari halda ki, mən gedim məsələn kredit götürürəm. Hətta məbləğ az olsa belə az olsa da belə məsələn mən götürüm gedim evimi remont eləyim və yaxud da ki maşın alım və yaxud da telefon alım və yaxud da soyuducu alım. Bunlar ki ixtiyari halda ağa icazə vermir və bu şəkildə. Minnətlər ustad, dəyərli məlumatınız üçün və dəyərli izləyicilər ki, aktual belə deyək suallar yazıb göndərdilər. Bizim burada vaxtımız sona çatdı. İnşallah yeni verilişdə görüşərik. Çox sağ olun. Dəyərli izləyicilər, bu gün də yeni bir şəri suallara cavab verilişinin sonuna gəlib çatdıq. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlam qalın.